Hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün biz qan azlığı haqqında söhbət aparacağıq və suallarımızı uzman hematoloq Tural Paşayev cavablandıracaq. Sağlam Səhətə baxırsınız və qonağımız uzman hematoloq Tural Paşayevdir. Xoş gəlibsiniz, doktor. Və biz qonağımızla qan azlığı haqqında söhbət aparacağıq. Doktor, elə bu sualla söhbətimizə başlamaq istəyirəm. Qanımız niyə azalır? Əslində qan azlığı multifaktorialdır. Sadəcə bir şeyə baxaraq, dəyərə baxaraq sizdə bu səbəblə qan azlığı var demək çətindir. Qan azlığının fərqli biz eritrosit böyüklüyünə görə fərqli sınıflandırma kriteriyalara bölə bilərik. Özəlliklə bizim mikrostik, yəni eritrositlərin balacalaşması ilə gedən qan azlığı tipləri var ki, bütün dünyada ən çox görülən qan azlığı tipi məhz buradadır, dəmir defisitli anemiyadır, qan azlığıdır. İkincisi, genetik keçişli olan talasemiyalar da bu qrupdadır. Və çox nadir səbəblərdən biri də metal zəhərlənmələri və s. kimi durumlarda da qan azlığı yarana bilir. İkinci qrup daha çox orqanların disfunksiyası nəticəsində yaranan qan azlığı durumlardır. Bunların başında qaraciyər, böyrək, tiroid vəzinin çalışmasının pozulması nəticəsində yaranan qan azlığı tipləri var. Yəni metabolik səbəblərdən yaranan qan azlığı tipləri var. Və ya vücudun özünə parçalanması nəticəsində öz eritrositlərimizi bizim vücud xüsusi antikorlar sintez edir və bunu parçalayır. Biz niyə buna doktor, hemoliz özümüzə deyirik. düşmən olur? Bəzən elə olur, yəni necə ki tiroiddə autoimmun prosesə biz Hashimoto xəstəliyi deyirik ya da qaraciyərdə, beyində autoimmun xəstəliklər ola bilir. Eləcə də vücudda qan xəstəliklərlə əlaqəli autoimmun xəstəliklər ola bilir ki, bunların da biz başlıcası hemolytik anemiyalardır. Bir də üçüncü qrup səbəblər var ki, sümük iliyindən qan yaranmada defekt. Məsələn, bir leykoz xəstəsi və ya aplastik anemiya durumlarında, mielodisplastik sindromlarda da qan azlığı yarana bilir və ya nutrisional səbəblərdən, məsələn, B12 vitamin defisiti var, fol turşusu defisiti var. Bu kimi durumlarda da makrostik dediyimiz eritrositin böyüməsi ilə gedən qan azlığı səbəbləri yarana bilər. Doktor, nə qədər çox səbəb sadaladınız. O zaman qapıdan içəri girib, Tural doktor, məndə qan azlığı var deyən pasiyentə bütün bu analizlərin hamısını təklif edirsiniz? Birinci hemoqramla başlayırıq. Hemoqram testi bizə o dediyim eritrositin ölçüsünü göstərəcək kriteri göstərir. Əgər mikrostik anemiya göstərirsə, yəni bizim ortalama korpuskulyar volüm dediyimiz bir dəyər var. Birinci ona baxırıq. Əgər bu 80 və bu 80-in altındadırsa, dəmir depoları və anamnez yetərlidir bizim üçün. Əgər xəstədə eritrositlər böyük, yəni MCV dediyimiz bir dəyər, orta korpuskulyar volüm 80 və üzərindədirsə, xüsusən 100-ün üzərindədirsə, bəli, çox çeşidli araşdırmalar gərəkli olur. Bəzən bizə izləyicilər yazırlar ki, misal üçün, məndə filan problem var, Könül xanım, elə həkimə yönəldin ki, bizi qapı-qapı salmasın. Bizim insanlarımız heç sevmirlər müayinələrdən keçməyi. Başa düşürəm, bəlkə də məsələn, sosial tərəfi də var. Elə gedək həkim həmən bizə baxsın, diaqnoz qoysun deyirlər. Bəzən də izləyicilərə deyəndə ki, baxın, elə doğru diaqnoz üçün həkimə bu müayinələr lazımdır. Deyirlər, necə olur? Sovet vaxtı həkim əlinlə qarnımıza belə bastırdı, onunla bütün xəstəliyimizi üzümüzə deyirdi. İndi niyə belə xəstəliyi üzə deyə bilmir indiki həkimlər, doktor? Və bu analizlər nə üçün bu qədər önəmlidir? Deyin ki, hər kəs də sualına cavab tapmış olsun. Çünki texnologiya inkişaf elədikcə, yəni özəlliklə yeni diaqnostik metodlar çıxdıqca, yeni texnoloji cihazlar gəldikcə, yeni xəstəliklərdə daha qısa, daha erkən diaqnoz qoyma ehtimalımız artır. Və buna görə də xəstəliklərin çeşidlikləri, daha fərqli diaqnostik metodlar gəlişir. Ona görə də daha net, daha dəqiq, daha spesifik olan testləri seçmək üçün ümumi bir baxış olmalıdır. Ondan sonra daha spesifik testlər istənə bilir. İndi o əvvəllər sadəcə EKG-yə baxaraq miokard infarktı düşünülə bilirdisə, indi angiografiyalar sadəcə EKG deyil, bəli, ekokardiografiya və s. bir sürü, hətta kardiyak MRT dediyimiz duruma belə gəlmiş vəziyyətdəyik. Və bunlar bizə xəstəliyin hər dəmir defisiti anemiya hər eyni şəkildə seyr eləməz, hər leykoz eyni şəkildə seyr eləməz və bunlar əvvəllər eyni şəkildə müalicə edilir, eyni şəkildə də nəticə alına bilmirdi. Çox ümumiydi, deyilmi? Amma indi daha spesifik alanları, daha spesifik nəticələri gördükcə onlara uyğun tədavi seçimi ilə daha qısa sürədə daha başarılı nəticələr alına bilir. Yəni bunun üçün lazımdır. Bir də soruşmayın ki, niyə həkim bizi çox müayinələrə yönəldir? B12 vitamin düzeyinə baxmadan
sadəcə dəmir verərək o xəstəliyin müalicəsini müalicə etmək Bu mümkün fol deyil. turşusuna da aiddirmi? Bəli, əlbəttə ki. Yəni bir xəstədə makrostik anemiya varsa, eritrositin baxdığımız zaman ölçüsü böyükdür, MCV ortalama 100-110-un üstündədirsə, biz bunlara baxmadan hökm vermək çətin olur. Çünki aplastik anemiya da bu qrupda olur, mielodisplastik sindrom da bu qrupda olur. B12 və ya fol turşusu defisiti də bu durumda ola bilər. Ona görə biz bunlara aid eləmək üçün bəzi dəyərlərə baxılır. İşin içindən çıxa bilmədiyimizdə sümük biopsiyasına qədər gedilə bilir, yəni qan azlığı. Doktor, qan azlığı problemini birdən-birə tamam həll etmək mümkündürmü? Baxır səbəb Ömürlük. nədir? Baxır səbəb nədir? Əgər xəstədə çox basit B12 vitamin defisiti varsa, onun səbəbini taparaq müalicə olunduğu təqdirdə qan azlığı müalicə oluna bilər. Qan azlığı bir xəstəlik deyil. Bir xəstəliyin nəticəsində varılmış bir durumdur. Yəni qan azlığı sadəcə tək başına qan azlığı var olmaz. Çox nadirdir. Talasemiyadır məsələ, genetik keçişli bir xəstəlikdir. Bəli, doğuşdan qan azlığı ola bilər. O genetik durumu da hal-hazırda çözə bilmədiyimiz üçün ömür boyu bu xəstədə qan azlığı davam edir. Amma digər durumlarda öncə səbəbi tapıb müalicə elədiyimiz təqdirdə o qan azlığı da düzəlir. Məsələn, ən basit bir örnəyi, xəstədə qastrit var, ciddi orada yara var, xora var mədədə. O xoradan sızıntı şəklində xəstə qan itirir. Yaxud bağırsaqda bir polip var, bəli, hemoroidi var. bağırsaq çatı var. Hemoroidi var, bağırsaq çatı var, oradan xronik qan. Əgər siz o qan itkisini durdurursanız, xəstədə bəlli bir müddətdən sonra vücud öz adaptasyonunu qurduqdan sonra, dəmirli yüksəldikdən sonra qan azlığı yaranmayacaqdır. Dəmir defisiti düzəldiyi üçün. Və ya B12 vitamini də o şəkildə, fol turşusu eksikliyi o şəkildə və ya böyrəklə, qaraciyərlə əlaqəli durumlarda da o şəkildə. Təbii ki, çox ağır durumlar ola bilər. Aplastik anemiya kimi, mielodisplastik sindrom kimi və ya leykoz, limfoma kimi durumların yaratdığı qan azlığı vəziyyətləri o zaman artıq spesifik müalicələr gərəkir. Doktor, proqramımıza gələn qonaqların, pasientlərini də biz zaman-zaman danışdırırıq. Həkimləri haqqında öz fikirlərini bildirsinlər. Bugün həm də sizin pasientinizəm deyə bilərəm. Və mən 10 ildən çox idi ki, qan azlığından əziyyət çəkirdim. Onu da qeyd edim ki, ildə bir dəfə yaxud daha tez-tez qanın ümumi analizini verərdim. Sonra dəmir tərkibli tabletlər içərdim və qanım heç cür düzəlməzdi. Sadəcə bir müalicə mənə təyin etdiniz və mən bu yaxın günlərdə qanın ümumi analizini verdim. Orada qanımın normaya yaxın olduğunu görəndə, hətta normada olduğunu görəndə çox təəccübləndim. Bu möcüzə nə ilə bağlıdır, doktor? Buna mən möcüzə deyirəm. Bu əslində çox da, yəni möcüzədən ziyadə bu belə deyim, yəni biz tableti dəmir şəklində aldığımız zaman vücud elə bir şəkildə qurulubdur ki, vücuda fazla dəmir versəniz belə, gündə 10 kiloya yaxın dəmir preparatı qəbul eləsəniz belə, vücud onun bəlli bir miqdarını, özünə lazım olan və ya öncədən belirlənmiş miqdarını bağırsaqlardan sonra bilir. Və bəlli bir yerdən sonra bunu durdura da bilir. Yəni, bizim dəmir direnci dediyimiz bir vəziyyətə gətirib çıxara bilir. Bu kimi durumlarda biz artıq bağırsaq sistemini deyil, birbaşa damar sisteminə dəmir təyin edə bilirik. Özəlliklə ferritin dəyərlərimiz çox aşağı olduğunda və ya tez bir şəkildə yüksəltmə kimi durumlar və ya oral tabletkalara yetərsiz bir cavab olduğunda damardaxili dəmirlər daha effektiv nəticə verə bilir. Təbii ki, bunların da özünün göstərişləri və riskləri vardır, allerji riski və s. Amma bunları önlədiyimiz zaman və yeni nəsil daha az allerjik dərmanlar çıxdığı üçün biz daha rahatlıqla vena daxili dəmir preparatlarını istifadə edə bilirik. Onu da qeyd edim ki, sistem şəklində mənə köçürüldü vena daxilinə təyin etdiyiniz o dəmir və bunu köçürən tibb bacısı israr etdi ki, biz bunu misal üçün 50 dəqiqədən 60 dəqiqədən tez köçürə bilmərik, həmişə belə köçürmüşük. Sonra sizinlə əlaqə saxlayın da daha qısa müddətə köçürsün, yoxsa çöküntü olacaq dedi. Bəlkə də bunun belə deyək püf nöqtələri bundadır, deyilmi? Yəni doğru inyeksiya olunmalıdır, doğru köçürülməlidir. Buna da bir aydınlıq gətirərdiniz. Niyə qısa müddət dediniz? Çünki dəmir biz qarışım olaraq qarışdırdığımızda natri-xlorla qarışdırırıq. Yəni izotonik məhlulla. Həmən natri-xlorun içində dəmir də metal olduğuna görə natri-xlorla reaksiyona girə bilir. Ona görə də dəmir digər xlor və s. kimi birləşənlərlə birləşib fərqli duzlar yarada bilir və çöküntü yaradır. Ona görə 20, bəzi vakalarda 25 dəqiqədən sonra köçürülməsində çöküntü yaranır və vücuda heç bir təsiri olmur. Ona görə də özəlliklə dəmir karboksimaltoz kimi yeni nəsil dərmanlarda daha qısa sürədə, həm də allerji riski daha düşük olduğuna görə daha qısa sürədə veririk.
bir, çöküntü yaratmır. İki, daha az alerjik olduğuna göre daha erken verip bitirebilirik. Ve çöküntü de az olduğuna göre onun içindeki o demir preparatı artık 250, 500, 1000 milligram preparat daha yüksek oranda qana keçmiş olur və daha effektiv nəticədir. İndi siz nəzərə alın ki, həmin tibb bacısı mənə qədər nə qədər dəmir köçürübdüsə, hamısını bir saata köçürübdü və çox təəccübləndi bu qısa müddətə necə ola bilər, mən indiyə qədər belə etməmişəm, 20 ilin tibb bacısıyam dedi. Bəlkə də o cür köçürənlər ona görə fayda görmürlər ki, bir saata köçürülür. Ola bilər, dəmir. uzun müddətli istifadə zaten 25 dəqiqədən sonraki dəmirin çox bir faydası olmadığını biz düşünürük. Ona görə də 25 dəqiqə içində köçürülən Mütləq miqdar köçürülür. fayda edir və sonrası. Bitməlidir. Doktor, uşaqlarda da qan azlığına zaman-zaman rast gəlirik deyə bilməyəcəm. İzləyicilərimiz bizə yazırlar. Məsəl üçün, uşaqda da qan azlığı var və bəzən bunu nəyə bağlılar? Deyir, məndə qan azlığı var idi, hamiləliyimdə də qan azlığı olub. Yəqin ki, uşaq qan azlığı ilə doğulub. Həqiqətən belə bir zəncirvari bağ varmı? Çox nadirdir. Yeni doğulmuşların autoimmun xəstəliyi dediyimiz, ananın vücudunda hər hansı bir eritrositə qarşı antikor varsa, plasentadan keçərək uşaqlarda da erkən dövrdə qan azlığı yarada bilər. Amma bunlar daha yeni doğulmuş dövründə olar və erkən müdaxilələrlə də müalicə olunur və həyatın sonraki dövrlərində çox nadir təsadüf edir. İkinci bir səbəb genetik keçişli bir qan azlığı sindromları ola bilər. Bəli. Bunlar dediyim kimi talassemiya ola bilər və ya çox nadir görülən eliptositoz, sferositoz kimi, herediter sferositoz kimi durumlar ola bilər. Yəni bunlar da membranın, eritrositin membranın defekti ilə gedən və xüsusi şərtlərdə qanın parçalanmasına gətirib çıxaran bir xəstəliklər qrupudur. Və ya çox nadir ferment defekti yaradan qan azlığı durumları var. Məsələn, glukoz 6 fosfat dehidrogenaz eksikliyi, piruvat kinaz eksikliyi kimi. Bunlar da xüsusən məsələn favizm dediyimiz bir xəstəlik var. Glukoz 6 fosfat dehidrogenaz vücudda eksikdir. Genetik keçişlidir. Anadan, atadan keçər insana və o insan hər hansı bir dövrdə paxlayla, lobya və ya fərqli qrup dərmanlarla məruziyyət olduğunda həmin eritrositlərin membranı parçalanmağa başlayır və qan azlığı yarana bilər. Bunlar genetik keçişlidir. Yəni ailədə varsa, uşaqda da çıxma ehtimalı var. Amma digər nutrisional defektlər və ya dəmir defisiti bu tamamilə bireysəl dəyərləndirilməlidir. Yəni şəxsin özünə görə dəyərləndirilib qərar verməlidir. Uşaqlar tez böyüdüyünə görə, yəni vücud olaraq məsələn 20 yaşından 30 yaşına qədər insan o qədər yenilənməz, amma 10 yaş ilə 20 yaşında insan bəlkə də bütün həyatı boyunda olduğundan 10 dəfə çox yenilənir. Ona görə də nutrisional olaraq bizə daha çox vitamin, daha çox dəmir lazım olur. Xüsusən o yaş qrupunda 10-13 yaşından etibarən 20 yaşlara qədər uşaqlarda dəmir defisiti, B12 vitamin, fol turşusu və ya başqa nutrisional defektlərə bağlı qan azlığı durumları daha çox görülə bilir. Bir də belə bir söz var, deyirlər ki, doktor, nə qədər çox il ərzində qan versən, o qədər qanın yenilənir, sağlam olursan. Həqiqətən qan vermənin sağlamlığa bir faydası mütəmadi varmı? olaraq qan vermə sümük iliyində aktivasiya səbəb olur. Aktivasiya nə deməkdir? Yenilənməyə gətirib çıxarır. Əgər sümük iliyində bir defekt yoxdursa, xroniki xəstəliyi yoxdursa və ya qanla bərabər keçiş göstərə biləcək virus və ya başqa bir xəstəlik yoxdursa, hər insan məncə qan bağışı yapmasında fayda var. Bu həm özü üçün faydalıdır. Dediyim kimi sümük iliyin yeniləndiyi üçün davamlı qan yaranma prosesində həm hüceyrələr yenilənir, daha enerjik, daha gənc hüceyrələrin miqdarı da artmış olur. Ona görə də biz tövsiyə eləyərik. Bir də əgər uşaqda qan azlığı varsa, valideyn çalışır, maksimum çox ona şokolad yedizdirsin. Şokolada çox bir faydası yoxdur deyə bilərik. Təbii ki, indi şokoladların tərkibində nələr var? Daha çox karbohidrat və kafein tərkiblidir. Yəni belə deyim, yəni nutrisional bəslənmədə çox yeri yoxdur bunun. Daha çox məsələ dəmir tərkibli qırmızı ətdə, yumurtada və s. var və ya alma və s. kimi meyvələrdə daha çox dəmir, ispanaqda daha çox var. Ya da B12 vitamini qırmızı ətdə, heyvani məhsullarda daha çox olur. Fol turşusu bitki tərkiblərində daha çox olur, bitkilərdə daha çox olur. Ona görə də bunlar dəngəli bir şəkildə verilsə daha yaxşı olar. Şokolad qanı artırar, meyvə suyu qanı artırar və ya bəhməz qanı artırar. Bunlar biraz daha belə deyim, yəni xalq arasında populyar olan şeylərdir. Mən çox buna şokolad verin, buna bəhməz verin, çox o tərəfdarı deyiləm. Doktor, əgər qan azlığı varsa, orqanlara da bir ziyanı varmı? Orqanların fəaliyyətinə? Belə deyim, yəni yenə də deyirəm, hansı tip olmasına bağlıdır. Məsələn, B12 vitamin defisitinin və ya fol turşusu defisitində yaranan qan azlığı sadəcə hemoqramdakı hemoqlobini düşürməz.
qanın digər elementlərini də düşürə bilər. Yəni leykositləri düşürə bilər, trombositləri düşürə bilər. Bunlar da bərabərində həm infeksiya, həm ciddi qanaxma yarada bilər. Bunlar təbii ki, orqanlara neqativ effekt verə bilər. Və ya qan azlığının səbəbi orqan disfunksiyonu ola bilər. Məsələn, böyrək yetməzliyi bir qan azlığı səbəbidir. Qaraciyər yetməzliyi bir qan azlığı səbəbidir. Tiroidin yetməzliyi bir qan azlığı səbəbidir. Bunlar bərabər zamanda görülə bilər. Burada qan azlığı verməyib, qan azlığından ziyadə bu orqanlardakı disfunksiya qan azlığı vermiş olar. Amma qan azlığının özü insanlarda ciddi bir halsızlıq, yorğunluq və ürəkdə taşikardiya səbəb ola bilər. Bunlar gələcəkdə daha belə deyim, hiperdinamik kalp yetməzliyinə səbəb ola bilər. Amma bunlar daha irəli durumlarda və çox daha irəli dönəmlərdə qalmış biri. Şimdi bu dönemdə hər kəsin tibbi bir mərkəzə başvuru şeyi daha yüksək olduğuna görə ehtimalı bunlar daha az rast gəlinir. Doktor, bəs dəmirlə ferritin nə fərqi var? Məsəl üçün məndə dəmir normal idi, ferritin az çıxdı. Dəmir bizim qanda üzdüyümüz, ferritin isə depo şəklində olan bir, əslində dəmirin deposunu göstərən bir şeydir ferritin. Bəli, biz daha çox ona baxarıq. Çünki dəmir hər hansı bir səbəbdən qanda erkən bir yemək yemişsinizdir. Dəmir bəlli bir müddət qanda yüksək çıxa bilər. Amma ferritin bizim depo olduğuna görə, özəlliklə ferritin və transferin saturasiyası, doyma əmsalı dediyimiz bir dəyər var. Bunlar bizə uzun dönəmki dəmir metabolizmasını daha net göstərə bildiyi üçün biz genəlliklə dəmir defisiti anemiya deyəcəyiksə mütləq ferritin və transferin doyma əmsalına baxıb deyirik. Doktor, əgər bir qadında qan azlığı varsa, hamiləlik müddətində bir hematoloq nəzarətində də qalmalıdırmı? Əgər ginekoloq bu işi tam, məsələn, dəmir defisiti anemiyadır, ginekolojidə zaten dəmir preparatları verilə bilir, oral dəmir preparatları verilir. Əgər işin içindən çıxılmaz dəmir defisiti və ya anemiya get-gedə dərinləşərsə, bəli, o zaman konsulta edilməsində fayda var. Amma hemoglobin stabildir, gəbə iyidir, bəbək iyidir. O zaman rutin konsultasiyaya gərək yoxdur. Ginekoloq da yetəri miqdarda bilgilərə sahibsə özü də yönətə bilər. Doktor, misal üçün biz gedib qanın ümumi analizini veririk. Xüsusən də əgər daha çox sağlamlığına diqqətli olan valideynlər, misal üçün heç həkim belə deyək təyinatı olmadan da özü gedər, misal üçün ildə bir dəfə qanın ümumi analizini verər və orada bir aləm rəqəmlər və xeyli terminlər var, hansı ki heç üzündən də oxuya bilmirik, dilimiz çaşır. Orada biz sadəcə baxırıq leykositlərə, görək normadadırmı, eritrositlərə baxırıq və salam. Amma orada bir aləm göstəricilər var. Siz mütəxəssis olaraq qanın ümumi analizini əlinizə aldığınız zaman ilk nələrə baxırsınız orada? Kəşf edən də qanın ümumi analizi olardı nümunə olaraq. Qanın 3 əsas komponenti var bizim hemoqramda gördüyümüz, ümumi qan analizində gördüyümüz. Bunlar leykositlər, birinci dediyiniz kimi. Amma leykositlər tək başına bu ümumi rəqəmdir. Yəni bu cəmiyyət demək kimi bir şeydir. Leykositlərin alt tipləri toplaşaraq leykosit əmələ gətirir. Yəni leykosit tək başına bir şey deyil. Onun alt tipləri nötrofillər, limfositlər, monositlər, bazofillər, özünofillər. Yəni 5 element birləşərək leykositi oluşdurar. Ona görə də sadəcə leykositə baxaraq bir şey demək deyil, onların alt tiplərinə də baxırıq orada. Nötrofillər, limfositlər, bazofillər, eozinofillər, monositlərə baxaraq bir şey deyilə bilər. İkincisi eritrositlər və hemoglobin ən çox insanların aşina olduğu şeylərdir və onların bəzi dəyərlər var eritrositləri əlaqələndirən. Demin mən dedim MCV min korpuskulyar volüm dediyimiz ortalama korpuskulyar volümdür. Bu məsələn anemiyanın tipini bizə müəyyən eləmədə fayda edir. Və ya MCHC dediyimiz bir dəyər var. Talassemiya olub olmadığını xüsusi düsturlarla hesabladığımızda istifadə etdiyimiz bir dəyər var. Və ya RDV dediyimiz bir dəyər var. O eritrositlərin bir-birinə müqayisəsini nə qədər fərqlidir, böyüklükləri nə qədər fərqlidir. RDV nə qədər yüksəkdirsə, eritrositlərin ölçüm fərqləri bir o qədər çoxdur. Onu bizə göstərir ki, bu özəlliklə dəmir defisiti və talassemiyanın ayrımında daha çox istifadə etdiyimiz bir durumlardır. Onun xaricində trombositlər və ya trombositlərdəki PDV dediyimiz yenə ölçüm fərqləri, bunlar da immun trombositinin olub-olmadığını ayırd etməkdə. Təbii ki, bunlar belə bir gündə öyrəniləcək bir şeylər deyil. Bunlar pratik gərəkdirən bir şeylərdir, amma belə ekstrem bir mürəkkəbliyə də sahib deyil. Yəni biraz daha bir neçə vaxt bu işin içində olduğunuzda daha kolay bir şəkildə ayırd edilir. Yəni siz mütəxəssis olaraq əlinizə kiminsə bir xəstənin təbii ki, qanın ümumi analizini aldığınız zaman hamısına tək-tək başına qədər baxırsınız, sıra-sıra hamısına. %90'ı önəmlidir. Orada tək işte immatur granulositlərin faizi və s. onlar verilə bilir. Bunlar təbii ki, ölçən şey cihazdır. Cihaz o hüceyrələrin
ölçülərinə və onların içindəki granüllərə görə bir hüceyrə varsayımında bulunur. Bunlar %100 şey deyil. Amma %90, hətta %90'ın üstündə, 90%'in üstündəki netliyə sahibdir. Ona görə də biz baxdığımız zaman belə deyim, yəni beynin içində fərqli xəstəliklər ola bilər və ya hər şey yolundadırı ağlımıza gətirə bilirik. %90-95 dəyər orada anlamlıdır. 5% duruma görə dəyişə bilir. Gəldiyinizə görə təşəkkür edirəm doktor, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız uzman hematoloq Tural Paşayev idi. Efirimiz isə davam edir. Sağlam səhətə baxırsınız və qonağımız infeksionist Nilüfər Məmmədovadır. Xoş gəlibsiniz doktor. Xoş gördük. Və biz qonağımızla xroniki yorğunluğa səbəb olan gizli infeksiyalar haqqında söhbət aparacağıq. Doktor, bizə də izləyicilərimiz çox yazırlar ki, Könül xanım səhər tezdən oyananda elə yorğun oyanırıq yuxudan. Evet. Çox zaman yorğun oluruq, yatırıq, dincəlmirik, istirahət edirik, dincəlmirik. Sanki bu yorğunluq canımızdan çıxmır deyirlər. Bunun altında yatan səbəblər nə ola bilər doktor? Xroniki yorğunluq son dövrün, deyərəm ki, bir çox ailələrində, ailə üzvlərində rast gəlinən problemlərdən biridir. Yəni, əksəriyyətimiz tez-tez bunu eşidirik ki, mən daima yorğunam, yatdım, dincəldim, amma özümü yenə yorğun hiss edirəm. Canımızdan çıxmır deyirlər. Canımdan çıxmır. Ağrılarım var, başım ağrıyır, halsızam, diqqət dağınıqlığım var, ürək bulanmalar da hətta bəzən olur, xroniki ağrılar olur və həkimə müraciət edirlər, müxtəlif sahənin həkimlərinə müraciət edirlər. Bir səbəb tapa bilmirlər çox vaxt. Elə əslində bu xəstəliyin adı da xroniki yorğunluq sindromu deməyimiz üçün biz digər xəstəlikləri inkar edib bu sindromu qoyuruq. Yəni bunun konkret diaqnostikası üçün bir meyar yoxdur. Sadəcə digər buna səbəb olan xəstəlikləri, simptomları, sindromları inkar etdikdən sonra biz o pasiyentə deyə bilərik ki, xroniki yorğunluq sindromudur. Bunun altında bir çox səbəblər yatır. Nəyə görə doktor? Gəlin buna da qısa bir aydınlıq gətirək. Çünki özümüzü yorğun hiss etməyimizə səbəb olan başqa faktorlar da ola bilər. Bəli, bir həkim digər faktorları inkar edir. Misal üçün bir qan azlığı da bildiyimiz kimi yorğunluq yarada bilər. Bunlar hamısı inkar olunandan sonra xəstəyə demək olar ki, səndə xroniki yorğunluq sindromu var. Bəli, qan azlığı olsun, şəkərli diabet olsun, qalxanvari vəznin xəstəlikləri olsun, bəzən altda bir psixoloji səbəb ola bilər. Biz pasiyenti psixiatra yönləndirə bilərik. Mən bugün infeksionist olaraq daha çox gizli infeksiyalardan danışmaq istəyirəm. Bu bir qədər örtülü mövzudur. Heç kim buna diqqət etmir ki, bu şəxs nə vaxtsa bir infeksiya keçirib və onun nəticəsində bugün özünü xroniki olaraq daimi yorğun hiss eləyir. İstəyərdim ki, bugün biz ona toxunaq ki, insanları maarifləndirmək məqsədi ilə ki, uşaq vaxtı keçirdiyimiz adi bir angina, əgər səbəbi Epstein-Barr virusu olubsa, infeksiyon mononukleoz keçirmiş isə, o xroniki yorğunluğa səbəb ola bilir. Heç kəsin ağlına gəlməz doktor. Bəli. Sitomegalovirusu olsun. Yəni bunlar hava damcı yolu ilə keçən infeksiyalardır və əksəriyyətimiz müəyyən bir yaşa gəldikdə bunu keçirmiş oluruq. Bəzi insanlarda bu qalıcı olaraq yorğunluğa səbəb ola bilər. Bəzən hətta bəsit saydığımız parazit xəstəlikləri, qurd xəstəlikləri insanda yorğunluğa səbəb ola bilər. Yəni biz bunu önəmsəmirik və yaxud da ki, günümüzdə COVID-dən sonra sağalmış insanlar çoxdur dövrümüzdə və onlarda da bir xroniki yorğunluq müşahidə edirik. Araşdırmalar göstərir ki, uzun müddətli COVID var, COVID-dən sonra yorğunluq qalan insanlar var. Yəni bunlar onun virus, infeksiyon mənşəli, xroniki yorğunluğun infeksiyon mənşəli səbəblərindəndir. Əslində çox bəsit diaqnostika oluna bilər. Biz pasiyentə deyə bilərik ki, səndə xroniki yorğunluğa səbəb olan bu xəstəliklərdirmi? Bu xəstəliklərdirsə pasiyent bundan sonra necə etməlidir? Onu müalicə etməlidirmi? Yoxsa önəmsəməməlidir? Bəlkə həyat tərzini dəyişməlidir sadəcə bəsit olaraq? Və yaxud bir qurd xəstəliyidirsə, sadə bir müalicə ilə bundan qurtula bilər. Ona görə də mən istəyərdim ki, daha çox insanlar ilk öncə infeksiyon xəstəlikləri, təbii ki, endokrin də önəmlidir, amma infeksiyon xəstəlikləri də xroniki yorğunluq zamanı düşünsünlər və bunu inkar etməyə çalışsınlar. Çünki doktor, indiyə qədər biz də xroniki yorğunluğun səbəbi kimi infeksiyanı göstərməmişik, bu haqda heç müzakirəmiz olmayıbdır. Yəni, infeksiya kimsənin ağlına gəlməz ki, məndə xroniki yorğunluq var, görəsin səbəbi infeksiya ola bilərmi? Kimsə düşünməzdirsə, bu saatdan sonra mütləq düşünək. Doktor deyir ki, pasiyentdə artıq xroniki yorğunluq sindromu var. Digər bütün səbəblər hamısı inkar olunubdur və bir neçə siz, belə deyək də, infeksiya sadaladınız. Pasiyent bu infeksiyaların hamısı ilə bağlı analizdən keçməlidir o zaman tapmaq üçün ki, hansı infeksiya bağlıdır?
Əslində anamnez çox önəmlidir. Xroniki yorğunluq heç vaxt təkcə yorğunam deməklə bitmir. Biz pasiyenti diqqətli dinləyəndə, müayinə eləyəndə yanaşı nəsə bir şey tapırıq. Tutaq ki, limfa düyünlərində böyümə tapırıq və yaxud da ki, qarında köp şişkinliyi tapırıq. Limfa düyünlərində böyümə tapırıqsa, təbii ki, burada xroniki yorğunluqla yanaşı hematoloji problemlər inkar olunmalıdır. Hətta limfa düyünlərinin ölçüsünə görə onkoloji problemləri də inkar etməliyik ki, biz rahatlıqla deyək ki, ciddi bir şey, problem yoxdur. Və yaxud da ki, köp var, şişkinlik var. Pasiyentdən soruşursan, deyir ki, bəli, özümü yorğun hiss etməklə yanaşı, məndə köp var, şişkinlik var və ya qəbizlik var və ya əksinə ishal var. Hər yediyim qidadan sonra böyük bayra gedirəm. Biz o zaman ona yönəlik müayinələrimizi davam etdiririk. Yəni, qurd analizlərini eləyirik, bəlkə bir qida intoleranslığı var paralelində, hansısa bir qidanı götürmür, onu aydınlaşdırırıq. Və yaxud da ki, xroniki yorğunluqla yanaşı ölçürük ki, temperaturu da olur, subfevril temperaturu da olur. Aha, burada tamamilə fərqli yanaşırıq. İnfeksiyalar yoxlanılır. Bəzən adda yatan sidik yolları infeksiyası ola bilər. Bunu aşkar etmək üçün sidik analizləri istəyə bilərik. Yəni, pasiyenti görmədən əslində sən xroniki yorğunsansa, bu dərmanı iç, bu vitamini iç, bu qida əlavəsini iç deməklə sadəcə vaxt itiririk. Ona düzgün diaqnoz qoymaq barəsində vaxt itiririk. Ətraflı anamnez pasiyenti mütləq görmək, dinləmək, şikayətinə uyğun müayinə planı tərtib etmək. Ondan sonra demək ki, səndə xroniki yorğunluq sindromudur, yoxsa hər hansısa bir infeksiya var səndə. Gəl onu müalicə edək. Doktor, o qədər artıq günümüz elektronlaşıb, virtuallaşıbdır ki, bizə də izləyicilərimiz yazanda, misal üçün, məndə bu şikayət var, Könül xanım, həkimdən soruşardı, hansı analizi verim deyirlər. Yaxud analiz vermişik, həkim ata bilərsinizmi ki, baxıb bizə bir dərman yazsın deyirlər. Amma qeyd edirsiniz ki, canlı müayinə çox önəmlidir və bunu heç nə əvəz edə bilməz. Sizdə də belə hazır analiz cavabları atanlar olurmu, doktor? Ki, baxın, doktor. Çox olur. Anamnezsiz, heç bir məlumat vermədən analiz cavabı atırlar ki, biz nə edək deyə. Təbii ki, bu günümüzün ən böyük problemlərindən biridir. Biz özümüz belə orada bir səhvə yol verə bilərik. Bəzən xəstəni həqiqətən çağırmamaq üçün qəbul edirik bu analizləri, bir fikir söyləyirik, amma xəstə yanımıza gələndə tamamilə başqa bir şey görürük. Sən demək gözündə sarılıq var imiş, sklerasında sarılıq var imiş. Xəstə özü buna diqqət etmədiyinə görə bunu qeyd etmir həkimə. Biz də göz unutmuş oluruq və yaxud soruşmuruqsa, göz ardı olmuş olur, halbuki önəmli bir simptomdur. Və ya pasiyent gəlir, sən demə bədəndə bir yara var imiş. Limfa düyünləri çox böyük imiş, hansı ki, ətraflı ultrason müayinəsi və ya başqa bir müayinələrə yönləndirəcəymişik. Ona görə belə hallara rastlaşmamaq üçün biz maksimal dərəcədə deyirik ki, mütləq pasiyent həkimə müraciət etsin, bir müayinə olunsun, ondan sonra analiz nəticələri qiymətləndirilsin. O zaman xəstə qapıdan içəri girəndən həkimin müayinəsi başlayır, doktor. Eynən elədir. Bəzən xəstə özü fərqinə varmadan biz sualları verərkən belə onun verdiyi cavabdan bəlkə də altda bir psixoloji səbəb yatdığını da görə bilirik. Onun davranışından, qorxularından, tıklarından, hərəkətlərindən, bəzi xüsusi hərəkətlərindən, uşaqdırsa fərqli, böyükdürsə fərqli, anadan məlumat alırıq, atadan məlumat alırıq, üst-üstə düşürmü, uşağın özündən məlumat alırıq, birləşdirərək dəfələrlə olur ki, müraciət edir, naməlum etiologiyalı temperatur var uşaqda, hər hansısa bir yorğunluq simptomu var. Ətraflı müayinə edirsən ki, ciddi bir səbəb yoxdur. Anamnez toplayanda görürsən ki, uşaq sadəcə məktəbə getmək istəmir. Bundan da olur, doktor, bəli. Bəli, belə nüanslar da olur. Yəni, onda təbii ki, dərman etmirik. Amma bunu biz bir WhatsApp üzərindən etsək, sosial şəbəkə üzərindən etsək. Necə həkim bunu müəyyənləşdirsin, doktor? Bəli, necə müəyyənləşdirə bilərsən? O dinləyirsən, danışdırırsan, ondan sonra müayinə planı hazırlayırsan, ondan sonra daha düzgün fikir söyləyə bilirsən. Bir də bizim cəmiyyətimizdə belə bir qəribə tendensiya da var, doktor. Həkimə getmədən müayinələrə gedirlər, sonra müayinənin cavabı ilə həkimə gəlirlər. Bəzən proqramımızda həkimlər qeyd edirlər ki, xəstə qapıdan girir, əlində bir qalaq analiz, amma heç biri mənə lazım deyil. Mənə lazım olan müayinələrə yönəldəndə də deyir, bəs bir ətək pul tökmüşəm, bunları onda mən kimə çıxartmışam bu qədər analiz cavablarını? Bəli, elə hallarla çox rastlaşırıq. Xüsusən də mən hər zaman vurğulayıram ki, əgər uşağı bir qan analizinə aparacaqsınızsa, öncəsində bir həkim müayinəsindən keçirin ki, qan götürərkən bir dəfə uşaq incidilsin, o qan bir dəfə alınsın. Təbii ki, gəlir, yaxınlaşır, baxırsan ki, əksikdir. Bəzi bizə lazım olan qan analizləri yoxdur. Uşaqdır, təkrar incitməmək üçün bəzən biz də körtəbii olaraq müalicə yazmaq məcburiyyətində qalırıq, sadəcə simptomlara uyğun. Bu da təbii ki, burada da bir yanılma payı ola bilər. Mütləq birinci həkimə yönləndirmək lazımdır.
Əksinə o zaman müayinəniz daha ucuz başa gələcək sizə. Yəni qan analizləriniz sizə daha ucuz başa gəlir. Lazımsız analizləri verməyəcəksiniz. Eynən, lazımsız analizlərdən qaçınmaq üçün həkimə ətraflı məlumat vermək lazımdır. Düzgün anamnez vermək lazımdır. Düzgün məlumat vermək lazımdır ki, şikayətlər nə vaxt başladı, nədən sonra başladı. Yəni heç bir nüansı gizlətmədən. Gizlədənlər olurmu doktor? Gizlədənlər də olur. Təbii ki, ona görə biz maksimal dərəcədə çox danışdırırıq ki, təcrübədən dolayı biz bilirik ki, bir şey gizlədilir. Nəysə əksik deyilir və ya artıq deyilir, şişirdilmiş şəkildə də deyənlər olur təbii ki. Ətraflı danışdırılır. Şişirdilmiş şəkildə deyirlər ki, qoy doktor qorxsun, daha diqqətli olsun doktor. Doktor Belə bir qorxsun və yanaşma yaxud yaxınlarının diqqətini çəkmək üçün, xüsusən uşaqlarda da görürük, diqqət çəkmək üçün də bəzən anamnez şikayətlər şişirdilə bilir və yaxud da ki, olmayan bir formada, təhrif olunmuş formada deyilə bilir. Bu da əslində həkimi çaşdıra bilir, yəni lazımsız müayinələrə göndərə bilir. Və yaxud əslində bəzi xəstə qruplarında həqiqətən də o şikayətlər olur. Baxırsan ki, endokrinoloji problemlərdən də dolayı ola bilər, hematoloji da ola bilər, infeksiyon da ola bilər. Bu zaman xəstə səbirli olmalıdır. Həkimin yönləndirdiyi kimi ki, bir hematoloqa da görün, bir gəl terapevt də baxsın sənə. Bu yönləndirmələri də edib sonra qan analizlərini eləyib, yəni o zaman biz deyə bilərik ki, xroniki yorğunluq sindromudur sadəcə. Əslində bu sindrom dediyim kimi digər bir çox xəstəlikləri inkar edəndən sonra qoyula bilən bir çox xəstəliklərin ortaq əlaməti olduğuna görə yanılda bilər. Bir də doktor, bizə izləyicilərimiz yazıb hansısa bir həkimə yönəltməyimizi xahiş edəndə bunu xüsusən qeyd edirlər, xahiş edirik. Bizi qapı-qapı salan həkim olmasın. Bizim insanlarımız niyəsə müayinəni heç sevmirlər doktor. Yəni gedək həkim həmən bizə bir diaqnoz qoysun, bir dərman yazsın deyirlər. Yaxud həkimə deyir, həkimə gedirəm, diaqnoz qoymaq üçün məni o qədər yerə yönəldir. Halbuki bu hamısı xəstənin özü üçündür. Daha dəqiq diaqnoz üçün. Bir də doktor deyir ki, artıq səbəbi tapdınız hansı bir gizli bir infeksiyadır. Müalicəsi nədən ibarət olur? O asılıdır infeksiyadan növündən. Yəni tutaq ki, bayaq dediyim kimi bu bir Epstein-Barr virusudursa, keçmişdə keçiribsə, hətta bugün keçirirsə belə onun xüsusi bir müalicəsi yoxdur. Burada sadəcə izləyirik, yanaşı hansı əlamətlər var, limfa düyünlərinin ölçüsü hansı böyüklükdədir. Peki pasiyentdə sadəcə olaraq bununla yanaşı hər hansısa bir qan azlığı var və ya vitamin çatışmazlığı var, vitamin defisiti var. Onu bərpa etməklə xroniki yorğunluqda müalicə etmiş Orqanizmə sadəcə kənardan bir dəstək olursunuz, Bəli, deyilmi dəstək. doktor? Çoxsunda dəstək olur. Qurd parazit xəstəliklərində biz müalicəsini veririk və hər hansısa bir xəstəliyin kəskin dövründədir. Sidik yolları infeksiyası keçirir, özünün belə xəbəri yoxdur. Yəni şikayətlərini önəmsəmir. Üstündən keçir, adət halını alıb artıq bundan. Biz onun müalicəsi ilə başlayırıq ki, bədəndə bir infeksiya mənbəyi var. Bunu müalicə eləyək. Çox vaxt ondan sonra şikayətlər düzəlir. Yəni pasiyentlər önəmsəmədiyi simptomlardan biz irəli çıxaraq, yola çıxaraq analizləri verib müalicə yazanda belə bəzən çox yaxşı nəticələr ala bilirik. Bəzi hallar olur ki, həqiqətən də heç bir müalicəyə ehtiyacı olmur. Sadəcə ola bilər vitamin dəstəyi verək, sağlam həyat tərzi və ya stressiz, maksimal dərəcədə stressdən qorunmaq yollarından müzakirə eləyə. Bəlkə psixoloqa da yönləndirdiyimiz olur. Altda yatan sadəcə psixoloji bir səbəb olur. İnsan ruh düşkünlüyü var, özünü o səbəbdən yorğun hiss eləyir. Yəni altda yatan hər hansı bir ciddi problemi yoxdur. O zaman biz heç bir dərman yazmamıza ehtiyac yoxdur. Yönləndiririk psixoloqa, psixoterapevtə ki, müalicəni onlar davam etdirsinlər. Doktor, deyək ki, uğurlu bir nəticə oldu, xroniki yorğunluq sindromu da aradan qalxdı. Əgər həmin şəxs yenidən bu infeksiyalara yoluxarsa, yenidən yeni şikayətlər yarana bilər, deyilmi? Bəli. Bəzi infeksiyalar təkrar yoluxmalar mümkündür və yaxud da ki, herpes qrupu infeksiyanı deyək ki, pasiyent keçirib. Bunlar orqanizmdə latent halda qalır. Bir soyuq faktorunun təsirindən, hər hansısa bir stressdən, başqa bir xəstəlik keçirəndə onlar təzədən aktivləşə bilir. Yəni gizli halda qalır. Bir faktor olanda onları aktivləşdirir, üzə çıxarır. Bu zaman təbii ki, şikayətlər yenidən qayıda bilər. Pasiyent düşünməsin ki, axı mən bunun müalicəsini almışdım. Bir çox xəstəliyi əslində tam müalicə etmək qeyri-mümkündür. Biz sadəcə sakitlik, residivlər alırıq, sakitləşdiririk onu, söndürürük və ya immunitetin ona qarşı müqavimətini, gücünü artırırıq ki, immunitet bədən özü onunla mübarizə aparsın. Bu zaman təbii ki, bu tip xəstəliklərin, bəzi xəstəliklərin təkrarlanması mümkündür. Bir də doktor, nəyə görə hər xəstə ona yazılmış resepti qəbul etməlidir? Misal üçün, ailədə iki bacıdır, ikisi də yorğunluqdan, xroniki yorğunluqdan əziyyət çəkir, biri müalicə alır, özünü çox yaxşı hiss edir. Digər bacı da məndə də yorğunluq var, onun dərmanını içim deyə bilərmi doktor? Yox, qəti şəkildə təbii ki, əgər birinə bir dərman təyin olunubsa,
Bəsitini deyirəm, vitamin D təyin olunub. Onda demək ki, defisit görüb ki, həkim vitamin D-nin defisitini, onu təyin eləyib. Onun içdiyi müalicəvi doza başqadır. Əgər bu pasiyent analiz vermədən onu içirsə, profilaktik dozada maksimum qəbul edə bilər. Və ya qan azlığı varsa, dəmir defisitli anemiya varsa, onun içdiyi dəmirin dozası ilə profilaktik olaraq içən şəxsin dozası tam fərqlidir. Yaşa görə dəyişə bilər. Baxmayaraq ki, bunlar qida əlavələridir, vitaminlərdir. Onların belə artıqlığı orqanizmdə müxtəlif xəstəlikləri, hətta onkoloji xəstəliklərin belə lehinə ola bilər. Yəni o xəstəliklər daha çox ortaya çıxara bilər. Dərman zəhərlənməsi olar. Mütləq. Bunların hamısını nəzərə alaraq, dozasını nəzərə alaraq heç bir şəxs digər şəxsə təyin olunmuş resepti qəbul etməməlidir. Çünki bizim cəmiyyətimizdə də bu çox geniş yayılıbdır. Ailənin bir üzvünü həkimə göndərirlər, həkim ona dərman yazır. Əgər effektini görürsə, az qala bütün nəsli kök deyir ki, o yaxşı dərman idi, sən içdiyin, onun adını yaz mənə də, qoy mən də istifadə edim ki, çox yanlışdır. Həkimiz də bunu çox gözəl izah etdi. Doktor, qurd parazit haqqında istəyərdim ki, qısa olaraq bu haqqda danışaq. Çünki o qədər izləyicilərimizdən bununla bağlı suallar ki, uşağımda qurd var, Könül xanım. Qurdun olmağını hansı müayinəni təyin etmək olar, doktor? Çünki bəzən belə barmaqdan da bunu yoxlayırlar, fərqli metodlarla. Yeri gəlmişkən bu mövzuya da toxunaq. Bir neçə dəfə əslində bu mövzu haqqında mən geniş danışmışam. Qurd xəstəlikləri, bağırsaq və bağırsaqdan kənar qurdlar olduğu üçün müayinələri də onlara yönəlikdir. Əgər bir qurd bağırsaqda yaşayırsa, bunun ən dəqiq analizi nəcis analizidir. Nəcisdə o qurdun müxtəlif metodlarla müayinə olunub aşkarlanmasıdır. Əgər bir qurd hər hansısa bir parazit olsun, qanda dövr etmə həyat siklinin bir mərhələsində qanda dövr edirsə, orada qandan təyin olunan analizlərlə biz bunu diaqnostika edə bilərik. Bağırsaq qurdlarını birmənalı şəkildə barmaqla və ya başqa bir qanla təyin etmək düzgün deyil. Bağırsaq qurdunun yumurtasını, özünü nəcisdə tapmaq lazımdır. Ondan sonra yalnız müalicəsini verə bilərik. Ən böyük səhvi burada eləyir. Pasiyentlər olsun, həkimlər olsun. Qan analizi adətən qan parazitlərini aşkar etmək üçündür. Yəni onu dünya ona görə kəşf eləməyib ki, nəcisdə olan qurdları da qandan yoxlayın. Belə bir yəni analoq olmayan bir metoddur. Amma qanda dövr eləyən parazit isə bəli, müəyyən bir mərhələsində qandan keçirsə, onu qan analizləri ilə təsdiq və ya inkar edə bilərik, bəzən etməliyik də. Burada qan analizləri önəmlidir. Məsələn, parazitlərdən danışıqsa toksoplazma, xroniki yorğunluğa səbəb ola bilən bir parazitdir. Günümüzdə hamı pişik, hər kəsdə bir pişik sevdası var, əksər evlərdə də var. Bilirsiniz ki, daha çox pişiklərlə bizə keçən günümüzdə bir xəstəlikdir, çiy ətlə və pişiklərlə. Bu xəstəliyin diaqnostikasında təbii ki, qan analizlərini aparıb təsdiq və ya inkar eləyirik. İstər xroniki yorğunluq sindromunda, istər başqa göstəricilərdə, göz patologiyalarında bunu təsdiq və inkar edə bilərik. Amma xırda qıl qurdlarını və ya lyamblyanı, məşhur olanları deyirəm, blastocistanı biz qan analizindən təyin edə bilmərik. Bu bizə yanlış nəticələr verəcək, yanlış müalicələrə gətirib çıxaracaq ki, pasiyentin də şikayətində heç bir azalma müşahidə olunmayacaq. Doktor, o barmağa keçirilən xüsusi belə bir cihaz var, onunla bütün qurdları deyirlər ki, titrəyişinə görə təyin edirlər. Bunlar hamısı cəfəngiyatdır o zaman? Əslində dünyada belə metodlar var, tam özünü təsdiqləmiş metodlar deyil. Orada parazitlərin yaydığı enerji dalğalarına görə verir və yalancı çarpaz reaksiyalar olur, yalancı səhvliklər olur. Deyək ki, parazitdə blastocistadsa onu lyambliya kimi görə bilər. Enterobiozdusa onu askarida kimi görə bilər və ya başqa bir parazit dalğalar qarışıq sala bilər. Yəni onun bəlkə də təkmilləşməsinə mi ehtiyac var və yaxud da ki, daha yaxşı aparatlarla işləməsinə xeyr, qəti şəkildə. Çünki boşuna pul itkisi deməkdir, səhv diaqnostika deməkdir, yanlış nəticə deməkdir, təbii ki, yanlış müalicə deməkdir. Doktor, ola bilərmi ki, nəcis analizi verələr qurd ola, amma çıxmayan? Bəli, əgər pasiyentin şikayəti varsa, nəcis analizi verirsə, heç bir parazit aşkar olunmadı. Biz bu halda önəririk ki, gün aşırı 2 gündən bir, 2 dəfə daha, yəni cəmi 3 dəfə bir analiz versin, baxaq. Ola bilər ki, həmin dövrdə o parazitin qurdun yumurta qoyma dövrünə, sadə dildə desəm, uyğun gəlməyib, düşməyib, təsadüf etməyib. Belə olan halda biz deyirik ki, təkrar analizlər versin. Üçü də negativdirsə, bəzən pasiyentin elə bir şikayəti olur ki, üçü də negativ gəlir. O zaman biz düşünürük ki, bu elə bir asanlıqla aşkar olunan parazit deyil. Bu zaman daha iləri metodlara gedərik. Məsələn, PCR dediyimiz polimeraz zəncirvari reaksiya kimi metodlara gedərək
inkar və ya təsdiq edə bilərik bunları. Doktor, son sualında da söhbətimi yekunlaşdırmaq istəyirəm. Sosial mediada çox aktiv səhifələr var, hansısa ki, biz xalq təbabətinə müalicə edirik, illərin sınağından çıxmış təbabətdir deyirlər. Misal üçün, qurd varsa, balqabağın tumundan çəkirlər, toz şəklinə salırlar, müxtəlif qarışımlar hazırlayırlar. Həkim olaraq, bir mütəxəssis olaraq bu cür xalq təbabətinə münasibətiniz necədir, qurd əleyhinə? Qurd əleyhinə müxtəlif təbii vasitələr var. Bəzən biz də pasientlərə bunları məsləhət görürük hətta. Amma bu qurdun növündən asılıdır. Bir lyamblası olan insanda yağ mübadiləsi pozulubsa, siz ona balqabaq tumu yağı verin, başqa yağ verin, daha da yağ mübadiləsini pozmuş olacaqsınız. Və onun lyambliya əleyhinə bir effekti yoxdur. Amma xırda qıl qurdlarında, bəsit uşaq deyək ki, tez-tez hər 2-3 aydan bir xırda qıl qurdlarına yoluxur. Əli ağzında olduğu üçün tez-tez yoluxur. Bu uşaqlara biz özümüz də deyirik ki, 2-3 aydan bir təbii balqabaq ya tumunu, ya yağını məsləhət görürük. Amma bütün pasientlərə ucdan tutma, təbii metodlarla təəssüf ki, müalicə vermək mümkün deyil, effekt ala bilmirik. Gəldiyinizə görə təşəkkür edirəm, çox sağ olun. Əziz tamaşaçılar, geyimə görə isə Vomma Butikə təşəkkür etmək istəyirəm. Əgər münasib qiymətə bir-birindən gözəl geyimləri hardan əldə edim deyirsinizsə, yolunuzu Vomma Butikdən sala bilərsiniz. Hazırda ekranda telefon nömrəsini və Instagram hesabını da görürsünüz. Hər zövqə uyğun gözəl geyimləri Vomma mağazasından əldə etmək mümkündür. Sizinlə isə sağollaşırıq, əziz tamaşaçılar. Yenidən görüşünüzə gəlmək ümidi ilə ayrılırıq. Sağ olun, sağlıqla qalın.